Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə növbəti 92 ailə, ümumilikdə 332 nəfər Ağdam şəhərinə yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Ağdamda daimi məskunlaşmaq imkanı əldə ediblər. Bugünkü günümü Allah hamıya qismət eləsin. Bütün qaşqınlara, gör neçillərin həsrətindəyik. Sevinirik, niyə sevinmirik? Allah prezidentimizin bayrağını ucu eləsin, canını sağ eləsin. Bizim öz vətənimizə bizi qaytarır, həsrətimizi sonu oldu, qurban olum. Bu gecə səhərə kimi mən sevincimdən yatmamışam. 4 nəfərlə çıxmışam, 2 nəfərlə qayıdım. İkisini Allah rəhmət elədi, getdi oğlumla yoldaşım. 2 nəfərlə gedirəm qızım. Bir də cavanlarımıza belə gün göstərməsin. Şükür Allaha biz gedirik vətənimizə. 4 nəfər, indi yoldaşım rəhmətə gedib, qızlarımla köçmüşəm, tək gedirəm. Bu qızım da indi mənlə gedir, qayıdacaq. Bugün bizim çox xoş günümüzdür. Vətənimizə qayıdırıq. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, döyüşçülərimizə can sağlığı versin və prezidentimizə can sağlığı versin. Ki, bugünkü günü bizə qismət elədi. 4 nəfər çıxmışdıq, 11 nəfər qayıdırıq. Nəvələr gedir, hamısı. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Ağdam şəhərinə qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş sənaməsinin canlı iştirakçısına çevriləcək. Qeyd edək ki, bugün eyni zamanda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə də növbəti qayıdış prosesi həyata keçiriləcək. Bu mərhələdə isə 17 ailənin ümumilikdə 74 nəfərin qayıdışı təmin ediləcək. Zeynəb Müzəffərli, Ağalar Ağalarov, Real.